mərhəmətli və rəhimli Allahın adı ilə. Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasız. O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib, onunla sizin üçün növbə-növ məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın. Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın. Əgər siz bunu edə bilmirsinizsə, heç edə də bilməzsiniz. Onda yanacağı insanlardan və daşlardan olan kafirlər üçün hazırlanmış oddan çəkinin. İman gətirib, salih əməllər edənlərə müjdə ver ki, onlar üçün ağacları altından çaylar axan cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə, bu ki, əvvəlcə bizə verilən ruzidir deyəcəklər. Halbuki onlara onun oxşarı veriləcəkdir. Onlardan ötürü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar.